Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ardıcıl 3 gündür yer kürəsində maqnit qasırğası davam edir. Xəbər verilir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri bildiriblər. Onların məlumatına görə sentyabrın 30-da səhər saatlarında başlayan qasırğa arada fasilə olmaqla 50 saatdan artıq davam edir. Orta və güclü səviyyələr G1, G3 arasında dəyişir. Qasırğanın cövlan etməsinin səbəbi Günəş küləyinin sürətinin son dərəcə yüksək saatda təqribən 700-800 km təşkil etməsi, bəzən isə saatda 9 km çatmasıyla bağlıdır ki, bu da normadan 2-3 dəfə artıqdır. Mütəxəssislərə görə bu rejimə yüksək alışma fəallığı və yer kürəsinin gecə saatlarında keçdiyi çox böyük koronal çuxurunun təsiri şərait yaradır. Alimlər qeyd ediblər ki, Günəşdə alışmalar hələlik daha güclü 10-cu sinifdən təhlükəsiz olan M sinifi X sinifindən təhlükəsiz olan M sinifini ötməyib. Proqnozlara görə, Günəşdə güclü tullantılar olmasa, geomaqnit vəziyyətinin sabitləşməsinin əlamətləri 1-2 gün ərzində müşahidə edilə bilər.